Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil levəliyyekel fərəc. Məkasib kitabında qeybət bölümündən 39-cu dərsi oxuyuruq. Keçən dərsimizdə mərhum Şeyx Murtəza Ənsari bu məsələyə toxundu ki, əgər bir nəfər mütəcahir bir fisq olsa, yəni aşikar günah eləsə, onun qeybətini eləmək olar. Və məsələ burada qaldı ki, indi bir nəfər bəzi günahları aşikar eləyir, bəzi günahları gizlin eləyir. Aşikar elədiyi günahların demək olar, yəni o cəhətdən qeybət icazəlidir. Amma o gizlində elədiyi günahlar necə? Onları da demək olar ya olmaz. Mərhum Şəhid Sani və qeyriləri buyurdular ki, biədəmil cəvaz. Bu icazəli deyil. Çünki o günahları ki, gizlin eləyir, onları aşkar eləmək icazəli deyil. Və eyni zamanda şəhidi əvvəldən də bu hekayət olunub. Şəhidi əvvəl də buyurub icazəli deyil. Və bugünkü dərsimizdə də elə bu məsələnin davamıdır. Mərhum şeyx buyurur, burada baxmalıyıq, gizlində elədiyi günahla aşikarda elədiyi günaha. Ki, gizlində elədiyi günahın qəbahəti çoxdur, yoxsa aşikar elədiyi günahın qəbahəti çoxdur. Əgər görsək, bunun aşikarda elədiyi günahın qəbahəti gizlində elədiyi günahın qəbahətindən çoxdursa, onda elə o gizlində elədiyi günahı da aşkar eləmək olar. Qeybətin eləmək olar. Yox, görərik ki, aşkarda elədiyi günahın qəbahəti azdır və gizlində elədiyi günahın qəbahəti çoxdur, onda onu aşkar eləmək olmaz. Ona görə də mərhum şeyx buyurur və yənbəği ilhaqu ma yutəsəttəru bima yutəcahəru fihi. Layiq budur ki, o gizlində elədiyi günahı daxil olsun o aşikarda olunan günaha. Yəni gizlində olan günah daxil olsun aşikar olan günaha. Haçan izakana dunahu fil qub. Əgər o gizlində olan günah qub baxımından, qəbahət baxımından aşikarda elədiyi günahdan aşağı ola, zəif ola. Məsələn, misal vurur neçə dənə mərhum şeyx. Fəmən təcahərə billivad, əl-iyazı billah, cazə ixtiyabuhu bittəarruz
lil-nisa'il əcnəbiyyat. Məsələn, bir nəfər ki, aşikar livat edir, pənah aparırıq Allaha və gizlində də zina eləyir əcnəbi qadınlarla. İndi burada bir günahı aşikardır, bir günahı gizlindir. Və lakin gizlində elədiyi günah, aşikarda elədiyi günahdan zəifdir, qubh baxımından aşağıdır. Vaxtı ki, o qubh baxımından daha çox olan günahı aşikar eləyirsə, bu gizlində olan zəif günahı demək olar. Ya ikinci misal, və mən təcahərə bi qət'i turuq caza ixtiyabəhu bis-sirqə. Bir nəfər ki, aşikarda yol kəsməklə məşğuldur, amma gizlində isə oğurluq eləyir. İndi burada yol kəsmək aşikar elədiyi günahdır. Bu daha şiddətlidir, nəinki oğurluq eləmək. Əgər belə bir şəxs olsa, onda bunun gizlində elədiyi oğurluğun da demək olar, aşikar eləmək olar. Üçüncü misal, və mən təcahərə bi kuvnihi cəlladə sultan yaqtulun nas və yunakkiluhum. Məsələn, bir nəfər aşikarda sultanın cəlladıdır, insanları öldürür, insanları tənbih eləyir, insanların əzalarını kəsir. Caza ixtiyabəhu bi şurbil xəmr. Amma gizlində araq içir, şərab içir. İndi bunun gizlində elədiyi günah, zahirdə elədiyi günahdan zəifdir. Ona görə də onu aşkar eləmək olar. Onun qeybətini eləmək olar. Və mən təcahərə bil qəbahil mərufə caza ixtiyabəhu bi kulli qəbihin. Hər o şəxsi ki, böyük günahları aşikar eləyirsə, icazəlidir ki, onun gizlində elədiyi bütün bu xırda günahlarını deyəsən. Çünki əgər aşikarda daha güclü, daha şiddətli günahları eləyirsə, gizlində elədiyi o xırda günahlarını aşikar eləmək olar və onların qeybətini eləmək olar. Və ləəllə hazə huvəl murad bimən əlqa cilbabəl həya. Buyurur, elə ehtimal var, rivayətdə ki var, o şəxs ki, həya pərdəsini, həya yüyənini artıq ata, məqsəd elə belə adamdır. Aşikarda böyük günahlar eləyir, gizlində də kiçik günahlar eləyir. Və ləəllə hazə elə ehtimal var ki, huvəl murad, məqsəd bu dediyimizdir. Bemən, o ki rivayətdə var, əlqa cilbabəl həya, ki bəzi şəxslər var ki, həya yüyənini əradan aparıblar. Yəni, artıq onların həyaları gedib. La mən təcahərə bi məsiyyətin xassə, nəinki məqsəd o şəxslər ki, onlar bəzi günahları aşikar eləyirlər, amma və o da məsturən bi nisbəti ilə qeyriha. Amma digər günahlara nisbət bunlar məstur hesablanır. Yəni, aşikar günah eləmirlər. Kə bəzi ummal-i zələmə. Məsələn, nə kimi? Bəzi zalimlərin köməkçiləri kimi. Məsələn, bəzi günahları bunlar aşikar eləyirlər. Amma digər günahlarını bunlar gizlədirlər. Yəni, o böyük günahlarını gizlədirlər. Rivayətdən məqsəd
əlqa cilbabəl həya bunlar deyirlər. Bəlkə o şəxslərdirlər ki, onlar böyük günahları aşkar eləyir, xırdaları da gizləyirlər. Sümməl murad bil mutəcahir. Sonra buyurur, mutəcahirdən məqsəd nədir? Elə hər bir günahı eləyən adama mutəcahir bir fisk demək olar? Buyurur, xeyr. Sümməl murad bil mutəcahir mən. Sonra məqsəd mutəcahirdən o şəxsdir ki, təcahərə bil qəbih. Bu günaha mürtəkib olur, günaha aşkar eləyir. Ünvanin ənəhu qəbihun. Bu ünvanla ki, bu pis əməldir. Yəni, özü də etiraf eləyir, bu pis əməldir. Mən bu pis əməli eləyirəm. Onda deyərlər ki, bu mutəcahir bir fiskidir. Fələv təcahərə bihi. Amma bir şəxs ki, gəldi, bir günah elədi, mə izhar məhmilinlə. Sonra da ona bir dənə məhmil izhar elədi. Bir dənə tovcih elədi o günahını. Nəinki onu günah bildi. Bir dəfə budur ki, insan günah eləyə, deyək ki, bu günahdır. Bir dəfə bu günahı eləyə və bunu tovcih eləyə. Deyək ki, mən bu günahı eləmişəm, bu əməli eləmişəm buna görə, buna görə. La ya'rif fəsadahu illəl qalil. Elə tovcih eləyə ki, uqəla, bəsirət əhli çox az bir miqdarı onu günah bilərlər. Yəni, insanlar artıq onu qəbul eləyərlər ondan. Deyək ki, hə, bu düz deyir, bu günah deyil. La ya'rif fəsadahu illəl qalil. Yəni, onun elədiyi günahının fəsadını çox az insan bilə. Yəni, onun tovcihinə görə, onun izahına görə onu günah bilməyərlər. Kama, necə ki, İzə kana minum malil zələmə. Bir nəfər zalimlərin köməkçilərindən ola. Vədda fi zalikə uzrən müxalifən lil vaqi əv qeyru məsmu'in min. Məsələn, bu iddia eləyə, üzr iddia eləyə. Deyək ki, mən buna görə, bu işlərə görə bunu eləmişəm. Bu vaqi ilə müxalifdir, ya bundan eşidilmir. Yəni, bir üzürlər gətirirlər ki, onun tərəfindən və insanların əksəri də bu üzrü bundan qəbul eləyərlər. Az miqdar insan bunu günah bilə. Ləm yuəddu mutəcahirən. Belə bir şəxs mutəcahir hesablanmaz. Deməzlər ki, bu mutəcahir bir fiskidir. Mutəcahir bir fisk o şəxs hesablanar ki, əgər bu günahı eləyə və özü də deyə ki, bəli, bu günahdır və mən də bunu eləyirəm. Onda bu mutəcahir və fiskidir. Baxırsan bu rivayətlərə, baxırsan alimlərin fikrinə, bütün hallarda insanın abrısını, insanın həyasını qoruyurlar. Ta o zamana kimi ki, insan özü öz abır və həyasını əldən verə. Ona görə də o rivayətdə buyurdu ki, əlqa cilbabəl həya. Yəni, o bəzi şəxslər var, həya yüyənini əldən veriblər. Yəni, günahı eləyirlər və onu günah kimi də qəbul eləyirlər. Amma bir nəfər ki, günah eləyə və onu tovcih eləyə və onu günah bilməyə, hətta buyurur ki, belə bir insanın qeybətini eləmək olmaz. Belə bir şəxsin eybini açmaq icazəli deyil. Elhamdülillah Rabbil aləmin.